Ərazidə olduğumuz zaman bir qrup şəxs də çəkilişimizə mane olmaq istədilər. Sən öz başına iş görməyək, sən yəni rəhbərlik deyil. Müəllim, ictimai yerlərdə bütün medianın çəkiliş eləməyinə icazə var. Məsələn, burada bütün getsin normal yerdə olsun. Özünüzü təqdim edin. Yəni çəkilişimizə mane olursunuzsa, özünüzü təqdim etməsi üçün nə səbəbə mane olursunuz? İctimai yoxlama verişinin növbəti buraxılışı efirdədir. Biz hazırda Pişəvəri parkındayıq. Bura gəlmək səbəbimiz isə bu ərazinin piknik üçün nə dərəcədə yararlı olub-olmamasını yoxlamaqdır. Barometrin qaynaq xəttdən gələn şikayətdə deyilirdi ki, piknik ərazisində müxtəlif yabani otlar var və bunlar da dəriyə toxunduğu zaman insanda allergiya yaradır. Başqa otların olub-olmamasını yoxlamadan ötürü biraz daha irəli gedəcəyik, görək orada vəziyyət necədir. Ümumiyyətlə, bu ərazi biçilirmi, təmizlənilirmi, onu da araşdırmaya çalışacağıq. Ərazidə olduğumuz zaman müşahidə etdik ki, parkın arxa hissəsi, yəni piknik üçün ayrılmış bu hissələrinin çoxsunda bu cür qanqal deyiləsi bitki var və sual yaranır. Bu cür şəraitdə vətəndaşlar bu ərazidə necə istirahət eləsin? Və yaxud da ki, bu bitkilər niyə təmizlənmir? Bu ərazi niyə bu gündədir? Yəni, otlara biçilmir. Təbii ki, bunlar hamısı sual yaradan məqamlardır, amma suallarımız təəssüf olsun ki, cavabsız qalır. Ərazidə olduğumuz zaman bir qrup şəxs də çəkilişimizə mane olmaq istədilər. Hə, ASTV-dən üstün kanalsınız. Niyə problem yaratsın? Mən problem yaratmıyorum. Siz mənə Qardaş, sən öz başına iş görməyək, sən yəni rəhbərlik deyil. Müəllim, ictimai yerlərdə bütün medianın çəkiliş eləməyinə icazə var. Uzaqlaşın, xahiş edirəm kadrdan. Mane olursa hazırda Mən bizə. buna başa salıram ki, yəni dövlət kanalı da gələndə biz onunla danışırıq. Müəllim, ictimai yerlərdə çəkiliş apara bilərik. İctimai yerdir. Görürsünüz, vətəndaşlar var. Parkdır bura. Özünüzü təqdim edə bilərsiniz. Özünüzü təqdim edin. Yəni çəkilişimizə mane olursunuzsa, özünüzü təqdim etməsi üçün nə səbəbə mane olursunuz? Təqdim edə bilərsinizmi özünüzü? Yox, təqdim edin də özünüzü. Mane olursunuzsa, əlinizdə bir sənədiniz olmalıdır mane olmaq üçün və yaxud da ki, deyə bilərsiniz, strateji bir yerdir. Strateji bir yerdə çəkiliş aparırıq. Qapalı sahədir. Parkdaq bura, vətəndaşlar gəlir. Necə qapalı sahədir? Baksovetin mətbuat xidməti var. Gedin danışın. Birincisi Baksoveti yox, Bakı İcra Hakimiyyəti. Oranın mətbuat xidmətindən də heç bir məlumat verilməyib ki, bu ərazi çəkiliş üçün qapalıdır. Biz çəkilişimizi eləyəcəyik. Çəkilişimiz nə ilə bağlıdır, yaxşı? Bura piknik ərazisi üçün, piknik ərazisi adlanan yer, piknik ərazisinə yaranmadıqlarını deyiblər. Deyiblər ki, bura qanqal olmalı deyil də, tikan olmalı deyil, biz tikan olmalı deyil. Belə Şeydir, qazon səpməli, qazon üstünə əzib qutaşır. ən azından olar çıxarmaz. Belə Şeydir, qazon səpməli, qazon üstünə əzib qutaşır. ən azından olar çıxarmaz. Yox, bilməmişdiniz, deyəcək. Bilməmişdik. Ha, siz bilin də, bilmədiyiniz şey gəlib, burada siz şey çəkirsiniz. Bir növ fakt görürəm də, burada qanqal... Məsələn, burada piknik getsin normal yerdə olsun. Məsələn, burada piknik getsin normal yerdə olsun. Cəmaatın Bəs piknik ərazisi altına da yazmışsınız. qonuşacaq. Hara piknik ərazisi yazmış? Ora. 50 min adam gün ərzində. 6 bazar burada ayaq qoymağa yer olmur piknikin əlində. Bax, belə bir yerdə insanlar da var biliyorsun. Hardaydım mən, daha boşsuz. Yox, belə tikanın falan içində. Xalça gətirir, süfrə gətirib, ürək ardı istəyib piknik edir. Ona da biz şey edəcək. Bəs xalçası olmayan? Xalçası olma eləməz. Xalçası olma eləməz. O görmədə bir efirə verə bilərsiniz onu. Verə biləcək, narahat olma. Ümid edirik ki, vətəndaşları vecinə almayan bu əməkdaşla bağlı, eləcə də bu parka nəzarət edən Adiyyəti şöbə barəsində də tədbir görüləcək.